Salam oducular, yenidən xoş gördük. Bugünkü videomuzda müqavilələr haqqında danışacağıq. Bütün işçilərin ödəniş ala bilməsi üçün aktiv bir müqaviləyə ehtiyacı var. Müqavilələr işçinin əmək haqqının necə hesablandığını, hansı tezliklə ödənildiyini, hər ödənişin nə qədər olacağını, həmçinin aylıq və illik cəmi məbləğləri müəyyən edir. Bir sözlə, müqavilələr hər şeydir. Gəlin çox vaxt itirmədən məlumat bazamıza daxil olaq. Əmək haqqı tətbiqimizin panelindəyik. Bütün müqavilələrimizi görmək üçün yuxarı menyuda Contracts, müqavilələr bölməsinə basırıq. Burada bütün müqavilələrimiz statuslarına görə qruplaşdırılıb. Paneldə görünən əmək haqqı və illik xərc rəqəmləri həmin mərhələlərdəki bütün müqavilələrin orta göstəricisidir. Gəlin Running, aktiv mərhələsini genişləndirək. Burada hər bir müqavilənin təfərrüatlarını görə bilərik. Siyahı başlama tarixinə görə sıralanıb və ən yeni müqavilələr yuxarıdadır. İndi isə logistika və quraşdırma komandamız üçün əla xəbərim var. Onların bəzi ofis layihələrində göstərdiyi yüksək performans sayəsində eyni müştərilərdən bir neçə böyük müqavilə əldə etmişik. Rəhbərlik onların fəaliyyətini qiymətləndirərək həmin şöbədəki hər kəsə 5% maaş artımı vermək qərarına gəlib. Bunu müqavilə panelindən asanlıqla edə bilərik. İlk olaraq axtarış qutusundakı aşağı oxa basaraq siyahını Department, şöbə üzrə qruplaşdırıram. Aktiv müqavilələr arasından logistika komandasını tapırıq. Menyunu açıram və hər kəsi seçmək üçün Employee yazısının yanındakı kvadrat xananı işarələyirəm. Sonra Index Contracts düyməsinə basıram. Seçdiyim bütün işçilər burada görünür. Faiz, percentage sahəsinə 5 yazıram. Təsvir hissəsi avtomatik dolur. Mən isə əlavə olaraq möhtəşəm performans üçün qeydini əlavə edirəm. Confirm, təsdiq et düyməsinə basıram. Heç nə dəyişməmiş kimi görünə bilər. Gəlin Tony Johnson müqaviləsinə baxaq. Artımın tətbiq olunub olunmadığını görmək üçün aşağıdakı Chatter, chat bölməsinə baxırıq. Və budur. Chat bölməsində əmək haqqının bugün 5% artırıldığı və detallar qeyd olunub. Çox rahat funksiyadır. İndi isə dülgərlərimizdən biri olan Shannon Pines üçün yeni müqavilə yaratmalıyam. O təmir işlərinə maraq göstərdiyi üçün şöbəsini və vəzifəsini dəyişir. Sol yuxarıda New, yeni düyməsinə basıram. Müqavilənin başlama tarixi avtomatik bugünə, iş qrafiki isə standart 40 saata təyin olunur. İş qeydi mənbəyi, Work Entry Source, Working Schedule, iş qrafiki olaraq qalır. Müqavilə referansına Shannon Pines təmir müqaviləsi yazıram. İşçi sahəsində Shannonu seçirəm. O seçildikdən sonra şöbə və vəzifə sahələri onun hazırki mövqeyinə uyğun da olur. İlk işin başlama tarixini 1 may etməkdir. Çünki yeni vəzifəsinə həmin vaxt başlayır. Müvəqqəti işçi deyilsə, müqaviləyə bitmə tarixi qoymuruq. Şöbəni Quality və Repairs, keyfiyyət və təmir, vəzifəni isə Repair Technician, təmir texniki olaraq dəyişirəm. Müqavilə növü Permanent, daimi seçilib. Onun aylıq maaşını daxil edirəm. İllik $60,000, yəni aylıq $5,000. Salary Information, əmək haqqı məlumatı bölməsində maaş növünü Fixed Wage, sabit maaş saxlayıram. Ödəniş dövrünü, Scheduled Pay isə Bi-Weekly, 2 həftədən bir olaraq dəyişirəm. İllik fərci 60,000 daxil etdikdə, odu digər sahələri avtomatik hesablayır. Shannon bəzi müavinətlərdən imtina etdiyi üçün o hissəni keçirik. Details tabında standart müqavilə şablonundan istifadə etdiyimizi görürəm. Signatories, imzalayanlar bölməsində müqaviləni kimlərin imzalamalı olduğu görünür. Bu halda işçi, Shannon və ER, insan resursları, məsul şəxsi, mən. Müqaviləni yadda saxlayıram və Generate Offer, təklif yarat düyməsinə basaraq Shannona göndərirəm. Burada təklifin detalları, keçid linki və təklifin etibarlılıq müddəti görünür. 30 gün çox olduğu üçün bunu 7 günə endirirəm. Send by email, e-poçla göndər seçib təsdiqləyirəm. Təklif göndərildi və bunu chat bölməsində görə bilərik. İndi əsas panelə qayıdaq. Sol yuxarıdakı xəbərdarlıqlar qutusunda həm yeni, həm də aktiv müqaviləsi olan işçilər barədə bildiriş görürük. Bu Shannondur. O hələ də dülgər kimi aktivdir. Lakin biz ona yeni təmir texniki təklifi göndərmişik. Yeni müqavilə bir neçə həftə sonra başlayacağı üçün bu bir problem deyil. Lakin odunun bunu nəzarətdə saxlaması yaxşıdır. Digər bir xəbərdarlığa baxaq. 2 yeni müqavilə. Shannondan başqa burada şeyini görürük. Problem ondadır ki, onun müqaviləsi hələ New, yeni mərhələsindədir. Lakin əmək haqqının hesablanması üçün müqavilə Running, aktiv olmalıdır. Shane əvvəllər bizdə təcrübəçi olub, indi isə daimi işə keçir. İşçinin eyni anda 2 aktiv müqaviləsi ola bilməz. Ona görə də köhnə təcrübəçi müqaviləsini Cancelled, ləğv edildi edirəm. Yenisini isə Running,
aktiv mərhələsinə keçirirəm. Və budur. İndi xəbərdarlıqlar azaldı. Biz bu gün müqavilələrə baxmağı, maaş artırmağı, yeni müqavilə yaratmağı və xəbərdarlıqları idarə etməyi öyrəndik. Növbəti videolarda görüşənədək.